Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə dəyər yayınlarının 19 oktyabr 9-cu siniflər üçün keçirmiş olduğu buraxılış sınaq imtahanının ətraflı izahına baxacağıq. 5-ci sualımızda compound mürəkkəb isimlər istənilir. Mürəkkəb isimlər iki və yaxud da daha artıq sözün birləşməsi ilə yaranır. E variantı doğru cavabımızdır. Weekend, bathroom. Hər iki söz də iki dənə sözün birləşməsindən yaranmışdır. 6-cı sualımızda sayıla bilməyən isimlər soruşulur. Uşaqlıq sayılmır, goal məqsəd sayılır, fəaliyyət və lüğət sayılır, sayılmasa da yaş sayılır, qaranlıq sayılmasa da şəkil sözü sayılır. Ona görə də doğru cavabımız D variantı, kömür və çörək hər ikisi sayılmayan isimlərdir. Cəmdə olan isimlərin seçilməsi tələb olunur. Sonu 2 s ilə bitən sözlər təkdədir. Sonu icısı ilə bitən elm və fən adları təkdədir. Phonetics, fonetika elm adıdır. Həmişə təkdə olan isimlərin birinci kateqoriyasında olan news xəbər sözü həmişə təkdədir. Person insan sözü təkdədir. Doğru cavabımız Y variantıdır. Closing sonunda S görünür. Kettle isə həmişə cəmdə olan isimlər sırasındadır. 8-ci sualımızda Y legalı tapılması tələb olunur. Z artiklından sonra soyad gələrsə, bu zaman ailə bildirir və ailədə minimal formada 2 şəxs olduğuna görə cəmdə, yəni S apostrof şəklində verilir. L legaldan sonra yay evi, yəni isim gəlib doğrudur. İkincidə Peter'dan sonra almaq feilimiz gəlib, feil gələ bilməz. Üçüncüdə də eyni situasiyadır. Apostrof S-dən sonra feilimiz gəlib ola bilməz. Dördüncü isə doğrudur. Onun əmsigildə qeyd etmişdik ki, home, shop, office kimi bəzi sözlərimiz ixtisar oluna bilər. Burada sadəcə nitqi yormamaq üçün mən bu sözlərdən istifadə etmirəm. Yəni əmimgilin evində yox, sadəcə əmimgildə deyərəkdən nitqimi yekunlaşdırıram. Burada da eyni situasiyadır. Home sözü ixtisar olunub, ona görə də özündən sonra heç bir isim yoxdur. Bu tipli cümlələrdə at və to sözünüsü bizə ipucudur. Burada at sözünüsü verilib. Ona görə də doğru cavabımız B variantı. 9-cu sualımızda Fransa ölkə adıdır, istifadə olunmur. United Kingdom'da isə United sözü olduğuna görə D artiklı verilir. 10-cu sualımızda sifətin üzərinə S çəkilicisi artırılıb. Bu deməkdir ki, üstünlük dərəcəsidir. Üstünlük dərəcəsinin qarşısında isə D artiklı qoyulur. In the world bir birləşmədir, dünyada deməkdir. Pacific sakit okean olduğuna görə və okeanlarla da D artiklı istifadə olunduğuna görə doğru cavabımız A variantı. Boşluğumuzun sağ tərəfində isim var, digər tərəfdə isə isim yoxdur. Bunun əsasında baxıram ki, variantlarda nələr var. Yəlik əvəzliyinin asılı forması adı üstündə asılı olduğuna görə özündən sonra isim gəlməsini tələb edir. Müstəqil forması isə adı üstündə müstəqildir və özündən sonra heç bir isim gəlmir. Bunun əsasında birinci tərəfdə isim olduğuna görə mən asılı hal yazmalıyam. Digər tərəfdə isə isim gəlmədiyinə və xəbər gəldiyinə görə mən bura müstəqil yazmalıyam. Bu səbəbdən də doğru cavabımız D variantı. Qayıdış əvəzlikləri cümlənin mübtədasına əsasən yazılır, lakin bəzi hallarımız vardır. Məsələn, cümlə feillə başlayarsa, bu zaman mənim qayıdış əvəzliyim ya yourself ya da yourselves olacaq. Burada Annanın diqqətli olmasını bildirir və özünü incitməməyini qeyd edir. Əgər söhbət bir nəfərdən, yəni Annadan gedirsə, buna görə də doğru cavabımız D variantı yourself olmalıdır. 13-cü sualımız quantifiers mövzusuna aiddir. Boşluğun sağ tərəfində sayılmayan isim verilib. Bu səbəbdən sayılanlarla istifadə olunan kəmiyyət göstəricilərini çıxardıram. Yellow'dan sonra isə isim gələ bilməz. Doğru cavabım A variantı. 14-cü sualımız tərcüməyə əsaslanır. Səsini istifadə edərək musiqi yaradan insandır. Burada doğru cavabımız C variantı müğənni. 15-ci sualımızda sözləri definitionlarına uyğunlaşdırmaq tələb olunur. Hadisə, ifadə və səbəb sözlərindən ibarətdir. Hadisə, baş vermiş hər hansısa bir şey. İfadə, sözlərin kiçik qrupu. Situasiyanın səbəbi. Doğru cavabımız D variantı. 16-cı sualımızda sinonimlər, yəni yaxın mənalı sözlərin cərgəsini tapmaq tələb olunur. Cavab vermək, sual ola bilməz, hissə və sül, duş və palto ola bilməz, soba və vaza ola bilməz. Doğru cavabımız səyahət sözüdür ki, hansı ki trip və travel bir-biri ilə sinonimdir, hər ikisi mənaca eynidir. 17-ci sualda altından xətt çəkilmiş sözün əks mənası tələb olunur. Burada dağın zirvəsi nəzərdə tutulur və ona görə də doğru cavabımız 2 və 4-dür. 1 və 3 isə əksinə olaraqdan sinonim kimi götürülə bilər. 18-ci sualımızın tərcüməsinə birlikdə baxaq. Sunny su parkı.
May ayından sentyabra qədər açıqdır. Hər kəs üçün həyəcanlı su sürüşkənləri, hovuzlar və oyunlar. Ailələr bütün gün əylənə bilərlər. Bilet və xüsusi indirimlər üçün saytımıza daxil olun. A variantında mətnə görə park yalnız may-sentyabr aylarında açıqdır, bütün il ərzində açıq deyil. B variantında bildirilir ki, yalnız uşaqlar daxil ola bilər, lakin mətn isə deyir ki, for everyone, yəni hər kəs daxil ola bilər. C variantımız doğrudur. Maydan sentyabra qədər olan dövr yay mövsümüdür. B variantda da bildirilir ki, park yay sezonu ərzində açıqdır. D variantı səhvdir. Mətn special discounts, yəni xüsusi indirimlər deyir, amma pulsuz demir. E variantımız da səhvdir. Mətn visit our website for tickets deyir, yəni sayt vasitəsilə bilet almaq mümkündür. Lakin Y variantında isə bildirilir ki, yalnız girişdə biletlər alına bilər. 19-cu sualımızın tərcüməsinə baxaq. Oxumağı sevirsən, şəhər kitabxanasının yay klubuna qoşul. Klub iyundan avqusta qədər fəaliyyət göstərir. Üzvlər eyni anda 5 kitaba qədər götürə bilər və həftəlik oxu görüşlərində iştirak edə bilərlər. Qeydiyyat hər kəs üçün pulsuzdur. A variantında bildirilir ki, bütün il ərzində açıqdır, lakin klub yalnız iyundan avqusta qədər açıqdır. B variantında bir dəfəyə 5 dənə kitabı götürə biləcəklərini qeyd edirlər, doğrudur. C variantında qeydiyyatın $10 olduğu qeyd olunub, lakin qeydiyyat pulsuz idi. D variantında yalnız yetkinlər bu kluba qoşula bilərlər, lakin hər kəsin qoşula biləcəyi qeyd olunub. Y variantında oxu görüşlərinin yalnız sentyabrda keçirildiyi qeyd olunub, lakin mətnə görə görüşlər həftəlikdir və iyun-avqust arasında keçirilir. 20-ci sualımızın tərcüməsinə baxaq. Salam Emma, coğrafiya layihəsi ilə bağlı qeydlərini mənə verdiyin üçün təşəkkür edirəm. Onlar çox faydalı idi və mən təqdimatımı vaxtında bitirə bildim. Hörmətlə Alice. A variantında Alice'in Emma'nın notlarını bəyənmədiyi qeyd olunub, lakin əksi olaraqdan faydalı olduğu qeyd olunub. B variantında Emma'nın Alice'in coğrafiya notlarını borc götürdüyü qeyd olunub, lakin əksi olaraqdan Emma öz qeydlərini Alice'a vermişdi. C variantında Emma'nın layihə ilə bağlı Alice'in köməyinə ehtiyacı var. Mətnə görə kömək alan Alice idi, Emma yox. D variantında Alice'in Emma'dan təqdimatını tamamlamaq üçün soruşduğu qeyd olunur. Lakin Alice öz təqdimatını özü tamamlayıb. Y variantı doğrudur. Alice yazır ki, Emma'nın qeydləri ona təqdimatını vaxtında bitirməyə kömək edib. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. Gəlin bir-bir sualları təhlil edək. 21-ci sualda mətnin nə haqqında olduğu soruşulur. Birinci abzasda deyilir ki, musiqi gənclər mədəniyyətinin mühüm hissəsidir və onlar fərqli janrlara qulaq asırlar. İkinci abzasda göstərilir ki, şagirdlər məktəbdə, evdə və texnologiya vasitəsilə musiqi ilə məşğul olurlar. Üçüncü abzasda qeyd olunur. Musiqinin faydaları sadalanır, stresi azaldır, motivasiya yaradır, insanları birləşdirir. İndi isə gəlin bir-bir variantları təhlil edək. A variantında bildirilir ki, necə professional bir şəkildə atletik olmaq olar. İdmanla bağlı deyil idi, yanlışdır. B variantında nə üçün şagirdlər heç vaxt videolar izləməməlidirlər? Video izləməklə də bağlı bir məlumat verilmirdi. C variantımız doğrudur, çünki mətn boyu musiqinin gənclər üçün əhəmiyyəti, mədəniyyət və həyatdakı rolu izah olunur. D variantımız təhlükələrdən bəhs etmir, əksinə texnologiyanın faydasını göstərir, ona görə yanlışdır. D variantında isə tarixdən danışılmır. 22-ci sualımızda verilmiş definitiona uyğun olaraqdan sözü tapmaq tələb olunur. Mahnıda oxumaq üçün yazılmış sözlər dedikdə, yəni lyrics nəzərdə tutulur. Yəni B variantı mahnı üçün yazılmış sözlər deməkdir. 23-cü sualımızda verilmiş sualın cavabının tapılması tələb olunur. Mətnə görə musiqi insanları niyə birləşdirə bilər? 3-cü abzasda belə bir hissə var idi ki, musiqi müxtəlif mədəniyyətlərdən olan insanları da birləşdirə bilər, çünki mahnı hər yerdə başa düşülür. Bu səbəbdən də doğru cavabımız B variantı. 24-cü sualımızda verilmiş cümləni mətnə əsasən tamamlayırıq. Məktəbdə şagirdlər, doğru cavabımız Y variantıdır. Bir musiqi qrupunda oxuya və yaxud da musiqi aləti çala bilərlər. 25-ci sualımızda mətnə əsasən doğru cavabların tapılması tələb olunur. Burada 1 və 2 doğru cavabımızdır. Musiqi stresi azaldır və şagirdləri motivasiya edir, doğrudur. İkincidə isə gənclər musiqi klublarına qoşula və sözlərini yaza bilərlər. 3 və 4-cü səhvdir. 3-cü ona görə səhvdir ki, musiqi həm də təhsil, ənənə və kommunikasiya üçündür. Yalnız əyləncə üçün deyil.
Dördüncü səhvdir, çünki mətn texnologiyanın musiqini daha əlçatan etdiyini deyir. Burada isə əksinə olduğu qeyd olunub səhvdir. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, həmçinin şərh yazaraqdan kanala abunə olmağı unutmayın.